Salam klub istifadəçiləri. Bu gün sizlərə Waiter proqramı nədir və necə istifadə olunur haqqında məlumat verəcəm. Clopos Waiter proqramı ofisiantların sifarişlərini daha dəqiq, tez, effektiv şəkildə qəbul edib birbaşa mətbəxə və kassaya ötürülməsinə imkan verən texnoloji bir həll vasitəsidir. Clopos Waiteri aktivləşdirmək üçün ilk öncə biz cihazlar hissəsinə daxil oluruq, terminallar. Buradan yeni bir mobil terminal yaradırıq. Terminalımızı aç seçirik, statusunu aktiv edirik və cihazın növünü mobil seçirik. Yarat düyməsinə vururuq. Daha sonra isə tənzimləmələr, terminal, lokal şəbəkə hissəsinə lokal şəbəkəni aktiv edirik. Lokal şəbəkə aktiv olmadığı təqdirdə Waiter proqramı işləməyəcək. Burada saxla düyməsini vururuq. Clopos satış terminalı proqramını açdıqdan sonra cihazlar bölməsinə icazəsi olan əməkdaş kodu ilə sistemə daxil olursunuz. Daha sonra 3 xətt, cihazlar bölməsindən sonra mobil terminallar bölməsinə daxil olursunuz. Nəzərinizə çatdırım ki, hər bir mobil terminal yalnız bir cihaz üçün nəzərdə tutulmuşdur. Yəni, bir QR kod vasitəsilə yalnız bir cihazda giriş edə bilərsiniz. Və Waiter proqramının qoşulu olduğu cihaz həmçinin bu kompüterlə eyni şəbəkədə olmalıdır. Yəni, hər ikisi eyni modemin qoşulu şəkildə olmalıdır. Daha sonra burada QR kodunu göstər sözünü vurursunuz. iOS və yaxud da Android tipli cihazlarda App Store, Play Store-a daxil olaraq Clopos Waiter proqramı yüklürsünüz. Yüklədikdən sonra proqramı açırsınız. Çıxan bütün bildirişləri qəbul edirsiniz. QR kodu skan et sözünə vurursunuz. Və burada da bildirişi qəbul edirsiniz. QR kodu oxudursunuz. QR kodu oxutduqdan sonra gördüyünüz kimi artıq Clopos Waiter-a daxil olunur. Burada ofisiantın şifrəsi ilə giriş edirik. Gördüyünüz kimi hal-hazırda mənim heç bir sifarişim yoxdur. Yeni bir sifariş yaradıram. Masa nömrəsini seçirəm. Qonaq sayını qeyd edirəm. Məhsul əlavə et sözünə vurduqdan sonra menyumdan hər hansısa bir məhsul əlavə edirəm və şöbələrə göndər sözünə vururam. Nəzərinizə çatdırım ki, buradakı şöbə ayarlaması hansı ki kompüterdə biz QR kod oxuduq, həmin kompüterdəki şöbələrin eynidir. Yəni həmin kompüterdə hansı şöbələri seçmişiksə, buradan da göndər vurduqda o şöbələrə göndəriləcəkdir. Mən məsəl üçün şöbələrə göndər sözünə vurdum. Gördüyünüz kimi şöbələrə uğurlu getdi. Həmçinin Waiter proqramı vasitəsilə məhsulu silə bilərsiniz, şöbəyə rəy yaza bilərsiniz və yaxud da üst nöqtəyə vuraraq ön çek vura bilərsiniz və həmçinin ön çəkədə şərh yaza bilərsiniz. Son olaraq da Waiter proqramının əsas tənzimləmələrinə daxil olmaq üçün bu hissədən geriyə çıxırsınız. Üst nöqtə tənzimləmələr hissəsinə daxil olursunuz. Gördüyünüz kimi hal-hazırda açılan səhifə Waiter proqramının tənzimləmələr səhifəsidir. Həmçinin buradan cihazın qaranlıq rejimini işıq rejimi olaraq dəyişdikdə Waiter proqramı da işıqlı rejimdə göstəriləcəkdir. Waiter proqramı haqqında bu qədər.